İqrar müəllim, bəzən məktəblərdə olur ki, yəni müəyyən bir avadanlıqlar, yəni sıradan çıxa bilir də sizin özünüzün, yəni yaratdığınız STEAM kabinetlərində də hansısa bir detalda müəyyən bir nasazlıq yarana bilər. Bu problemin aradan qaldırılması məktəbin üzərinə mi düşür, yoxsa layihəni aparan sizin? Çünki bəzən belə bir iddialar səslənir ki, nəsə bir xarab olur, biz onunla bağlı mütəxəssis tapa bilmirik və ona görə çıxış yolda mümkün olmur. Çox sağ olun. Bu da çox aktual suallardan biridir. Mən tamamilə razıyam ki, 2019-cu tədris ilində verilən 3D printerin hal-hazırda bu və digər səbəbdən nasazlığın olması normaldır və ona xidmət də göstərmək lazımdır. Məsələ burasındadır ki, STEAM layihəsində çalışan komandanın əsas vəzifəsi daha çox yeni milli kurikulumların yaradılması və dərsliklərin işlənib hazırlanmasıdır. Amma bizim mütəxəssislər və bizdə belə deyək də mühəndis müəllimlərimiz də var kifayət qədər. Biz çalışırıq ki, bu istiqamətdə məktəblərə imkanımız daxilində dəstək göstərək. Hansısa mütəxəssisimiz burada məktəbə gedir, yaxın məktəblərə, hansısa məktəb özü bizə müraciət edir, belə deyək, o gətirir. Amma bu proses müəyyən səviyyədə tənzimlənməlidir və düşünürəm ki, məktəblərdə hər hansı bir tutaq ki, kompüter sıradan çıxırsa, o kompüter və həmin o 3D printer eyni statusdadır, məktəbin avadanlığındadır. Buna müvafiq qurum öz servis xidmətini təklif etməlidir.